Salam gənclər, Maqın yeni buraxılışında hər birinizi xoş gördük. Bugün müasir dövrün imkanlarından istifadə edən insanlar onlayn qaydada müxtəlif bizneslər və yaxud markalar formalaşdırırlar. Bəs bu işdə brend yaratmaqda nələrə diqqət etmək lazımdır? Bugün Maqda A-dan Z-yə brenddən danışacağıq. Statistikalara əsasən bir şirkət üçün daimi müştərini saxlamaq yenilərini cəlb etməkdən 5 qat daha sərfəlidir. Bu faktın özü brendləşdirmənin necə önəmli olduğunu göstərir. Brend sözü qədim skandinav dilindəki brander sözündən götürülüb. Yandırmaq, alov kimi tərcümə olunur. Həmin dövrdə heyvan sahibləri öz malqarasını brander adlanan damğalar vasitəsilə işarələyirdilər. Brend hədəf auditoriyasının əmtəən nişanını qavraması zamanı yaranan funksional, qrafik, emosional və digər assosiasiyaların vəhdətidir. Başqa sözlə, brend məhsulunuzu, xidmətinizi və biznesinizi bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imicdir. Lakin brend təklif olunan məhsulun, xidmətin və biznesin mən kiməm sualına cavab vermir. Bu suala cavabı brendləşmə verir. Brendləşmə brend ideologiyasının yaradılmasıdır. Belə ki, məhsulunuzun, xidmətinizin və biznesinizin müştəri tərəfindən necə qəbul edilməsində brendləşmə böyük rol oynayır. Eyni zamanda brendin idarə edilməsi, onun müsbət imicinin yaradılması və inkişafı da bu mərhələdə müəyyənləşdirilir. İndiki dövrdə marketinq sahəsi kifayət qədər qarışıqdır. Bir məhsulun, xidmətin yaxud biznesin müştəridə müəyyən bir təəssürat yaratması isə orta hesabla 7 saniyə çəkir. Bu səbəbdən brendləşmə əvvəlcədən düşünülməli və qurulmalıdır. Brendlər bir-birindən fərqləndiyi kimi brendləşdirmə üsulları da müxtəlifdir. Şəxsi brendinq bir şəxsin öz məhsulunu müştəriyə tanıtmasıdır. Hazırda dünyanın ən gənc milyarderlərindən biri olan Kylie Jenner'ın yaratdığı Kylie Cosmetics markası ən uğurlu nümunədir. Markanın bütün reklamlarında özü model kimi iştirak edən Kylie Jenner sosial mediada da öz məhsullarını tez-tez reklam edir. Məhsul brendinqi brendin loqo, rənglər, qablaşdırma, ümumi dizayn ilə tanıdılmasıdır. Apple, Google, Disney kimi böyük markaları düşündükdə ağla ilk olaraq onların loqoları gəlir. Coğrafi və mədəni brendinq daha çox turizm sahəsində geniş yayılıb və müştərini müəyyən bir yerə cəlb etməkdə böyük rol oynayır. İkonik I Love New York tişörtləri coğrafi brendinqin nümunəsidir. Xidmət brendinqə ən çətin brendinq növüdür. Çünki bu brendinqdə biznesi əyani şəkildə reklam etmək mümkün deyil və təklif olunan xidməti göstərməklə müştəridə güvən yaradılmalıdır. Brendi məşhur edən brendləşmə prosesində müəyyənləşdirilən hədəf kütləsi, məqsəd və digər faktorlardır. Məhz buna görə də hər kəsə məlum olan böyük şirkətlər uğurludur. Bəli dostlar, qonağımız brend menecer Rəşad Baxışovdur. Xoş gəlmisiniz Rəşad. Xoş gördük. Biz xüsusilə bugün ümumiyyətlə brend yaratmaqdan, xüsusilə markalaşdırmaqdan danışırıq. Xüsusilə bizə maraqlıdır ki, niyə marka yaratmaq bu qədər vacibdir? Gəlin ilk növbədə bundan başlayaq. Başlayaq. Əslində bir qısa izah verim Buyurun, ki, buyurun. brend bugün fərqli yerlərə gedir, çıxır, amma mənşə etibarilə, kök etibarilə o vaxtı təsərrüfat, malqara, əsasən də Skandinav ölkələrində fərqlənmək üçün, yəni bu mənim malımdır, bunun üçün istifadə olunur və bu gün də fərqlənmək, təsir etmək. Yəni söhbət ondan gedirsə, əgər siz yaxşı keyfiyyətli məhsul ya da xidmət təklif edirsinizsə, təbii ki, vacibdir ki, mən başqalarından fərqliyəm. Bəs bu işdə başlanğıc olaraq, xüsusilə bugünkü gündə, məsələn, tutalım ki, bir gəncdir Aha, və bu özünün brendini yaratmaq istəyir. Hə. Yəqin ki, bu sosial şəbəkədə bir hesab açıb dayanmaqla olmur. təbii ki. Buna hardan başlamaq lazımdır ki, o istənilən formada ona xeyir versin? Əslində bugün mövzunun adını A-dan Z-yə brend qurmaq Təbii, deyə qoymuşduq, amma təbii ki, bu verilişə sığan bir mövzu deyil. mütləq şəkildə. İndi mümkün mərtəbə nə qədər alınar, toxunarıq. Çünki brend yaratmaq kompleks bir yanaşmadır. Aha. Yəni konkret adı, loqosu və s. bu deyil. Yəni bəzən məsələn biz yanlış anlayırıq ki, rebranding etdirir, sadəcə loqosunu dəyişdi, Aha. amma əslində markalaşma ümumi kompleks bir yanaşma olduğuna görə, yəni baxmaq lazımdır ki, hansı sahədir. Təbii ki, burada adı vacibdir, təbii ki, burada vizual branding dediyimiz loqosu vacibdir, təbii ki, indi məsəl üçün elə ola bilər ki, onun sayta ehtiyacı olmaz, amma korporativ xidmət göstərirsə və yaxud onlayn satış edirsə, bəlkə də saytdan başlamalıdır. Ona görə məhsula və xidmətə görə dəyişən bir şeydir ki, baxmaq lazımdır, mən nədə yaxşıyam, mən nə iş görürəm, hədəf auditoriyam kimdir və buna uyğun olaraq artıq addım-addım o strategiyalar qurulur. Bu xüsusilə kiçik biznes sahibkarlarına deyək də, onların başlanmalı olduğu addımlar bunlar mı olmalıdır? Təbii ki, addan başlamaq lazımdır. Məsələn, sahibkarın elədiyi səhvlərdən birisi bu olur ki, tutaq ki, mənim qızımın adı Ahudur.
soyadı baxışlıdır. Mənə görə adı, soyadı əladır. Amma sabah birisi gün mən hər hansı bir məhsul və ya xidmət deyək ki, bir marka yaratmaq, brend qurmaq istəyirəmsə, bunu düşünməliyəm. Çox vaxt sahibkarlar bunu səhv eləyir. Deyək ki, addan öz xoşlarına gələn bir adı qoyurlar, amma biz burada daha çox qarşı tərəfi düşünməliyik. Yəni brend, marka yaratmanın əsasında istehlakçı davranışlarının analizi. Yəni loru dildə desək, biz bu gün çalışacağıq ki, maksimum sadə dildə danışaq. Loru dildə desək deyir ki, mən kabab xoşlayıram. Amma mən balığa gedirəmsə, qarmağa, Təbii. balıq nə xoşlayırsa onu taxmalıyam. Ona görə təbii ki, ad, ondan sonra loqo, vizual branding dediyimiz korporativ bir stili olur. Yəni bunun sənədi, üstünədi, vizit kartı, blankı və s. Təbii ki, yenə də dediyim kimi baxmaq lazımdır hansı sferadır. Və ardınca dediyiniz bayaqki məsələ səhifəsi, veb saytı və s. Bilirsiniz, məhsul və ya xidmət göstərən zaman mənə maraqlıdır ki, ümumiyyətlə bunun yəqin ki, ortaq bir nöqtələri var, amma fərqləri də var. Məsələn, biri var məhsul və biznes. İstənilən formada bir xidmət göstərirsən. Bir də var özünü brendə çevirirsən. Məsələn, sən ola bilərsən ifaçı, ola bilərsən aparıcı, ola bilərsən müxtəlif bir sahədə təlimçi. Bəs öz o şəxsi brendin qurulmasında nə etmək lazımdır? Biz bunu ayırırıq korporativ olaraq və yaxud şəxsi brendinq olaraq. Təbii ki, bu gün bizim işlədiyimiz doktorlar var. Bu gün bizim işlədiyimiz ola bilər ki, həm təhsil mərkəzi ola bilər, mərkəzin özü və yaxud klinikanın özü, eyni zamanda həkimin və ya müəllimin özü. Təbii ki, şəxsi brendinq. Yəni aşağı-yuxarı addımlar eynidir. Yəni şərt deyil ki, hər kəsin özünə məxsus loqosu olsun. Olsa daha yaxşı olar. Yəni düşünün, həkim əməliyyata girir və formasında özünə məxsus. Təbii bu bir unikallıqdır, bu bir fərqdir. Yəni mövzunun əvvəlində dediyimiz kimi, əgər biz ortaya fərq qoymaq istəyiriksə, başqalarından fərqləniriksə, təbii ki, brend qurmaq bir xarakter yaratmaqdır. İstər şəxs olsun, istər korporativ. Yəni bu gün biz insanları necə tanıyırıq? Filan kəs turist adamdır, filan kəs. Yəni brend də eyni bu qaydada yanaşma göstərir ki, yəni xarakter formalaşdırırıq. Necə görmək istəyiriksə, özümüzü hədəf auditoriyamıza necə tanıtmaq istəyiriksə, o formada yanaşırıq. Əslində bu addımlar onda siz dediyiniz kimi eyni olur. Aşağı-yuxarı eynidir. Ola bilər ki, birində ehtiyac olar, birində ehtiyac olmaz. Məsəl üçün şəxsi brenddə sayt nə qədər vacibdir, sual altındadır. Gördüyü işlə əlaqədardır. Əgər onlayn daha çoxsa təbii ki, amma formal olaraq belə bir şey deyim də. Yəni bu gün siz hər hansı bir məhsul olanda biri var yoldan keçəndən alasınız. Yəni o sizə etibar, güvən vermir də. Təbii. Çünki sabah birisi gün məhsulu hər hansı bir defekt olsa, hər hansı bir səhv olsa, siz onu axtarıb tapa bilməyəcəksiniz. Bilirsiniz, məsələn, mənim önümə bir neçə bu istiqamətdə danışıq çıxmışdı ki, insanlar insana etibar edirlər. Məsələn, tamam bizim hər hansısa bir mənim bir brendim varsa, orada mən brendimin məhsullarını yox, əsas özümü önə çıxarmalıyam. Bu nə qədər doğrudur? Yəni məsələn, insanlar mənə etibar edir və mənim işimə artıq arxayın olurlar ki, bu insana etibar edir. Yəni biz brendin özündə də özümüzmü ən çox ön plana çıxarmalıyıq, yoxsa öz məhsulumuzu təqdim etməliyikmi? Burada əslində yanaşmadan asılıdır. Strategiya qurulanda ikisi də mümkündür. Məsəl üçün birisi ola bilər ki, yəni bu gün biz elə şirkətlər, elə markalar tanıyırıq ki, biz nə onun sahibini tanıyırıq, nə icraçısını tanıyırıq və s. Adətən investisiya üzərinə qurulan brendlər var və yaxud network dediyimiz şəxsi reputasiyalar, şəxsi referanslar. Şəxsin önə çıxması bu gün daha çox trend dediyimiz tendensiya ilə bağlıdır. Yəni məsələn dünənə qədər deyək ki, internetdən stok materiallardan istifadə olunurdusa, bu gün artıq həmin o internetdən alınma şəkillər, alınma videolar insanlar tərəfindən həzm olunmur. Onlar daha real kontent görmək istəyir. Daha real çəkilişlər görmək istəyir və orada üstünə gələndə səs olanda, üstünə gələndə təqdimat olanda daha effektiv olur. Ona görə dediyiniz daha effektiv üsuldur ki, şəxsin özünün, yəni bir brendin siması, bu səs də ola bilər, bu görüntü də ola bilər. Bunlar üstünlükdür. Şərtdirmi? Dediyim kimi artıq istifadəsindən asılıdır ki, ola bilər ki, heç bir sima, heç bir səs istifadə eləmədən də markalaşmaq mümkündür. Yəni. Bəs bu sahədə edilən ən böyük yanlışlar sizcə nədir? Elə ilkin addımlardan başlayaraq və elə bu müəyyən uzun müddətli bir yanlışlar da ola bilər. Təbii ki, yəni dediyim kimi mövzu çox genişdir. Hamısını birdən belə bir müəyyən dəqiqədə. Üzərindən keçək əslində kifayət edir. Əsas məsələ nə iş gördüyünü konkretləşdirməmək. Məsəl üçün şəxsi brenddən danışırıqsa, yəni bugün hamı populyar olmaq istəyir. Bu arada populyarlıqla markalaşmanı da bir qısa izah vermək istəyirəm. Vaxtınız olsa, istəyirsiniz bunu izah edeyim. Belə bir söz var ki, reklamın yaxşısı, pisi yoxdur məsələsi. Əslində populyarlıq odur, tanınmaqdır. Markalaşmada isə necə tanınmaq vacibdir. Yəni məsəl üçün biraz əvvəl həkimlərdən misal verdik. Deyək ki, sosial mediaların birində Instagram və ya TikTokda açır, maraqlı kontent hazırlayır. Maraqlı, özünə görə maraqlı ola bilər, əyləncəli, gülməli və s. Amma işin ciddiyyəti itir.
Yəni sabah birisi gün ola bilər ki, orada reaksiyalar, orada kommentlər, şərhlər və s. kifayət qədər bəlkə minlər, milyonlar ola bilər. Amma sabah birisi gün siz özünüz və yaxud övladınız hansısa həkim axtaranda biz əsl həkim axtaracağıq. Aha. Ona görə mövzudan cari, yəni populyarlıq marka olmaq mənasına gəlmir. Ola bilər, bəli, ola bilər tanınası, yəni şou qabiliyyətiniz ola bilər, tanınarsınız, amma markalaşmaq daha belə keyfiyyətli bir işdir, biraz daha uzun planlı işdir. Birinci, nə olduğuna düzgün qərar verməmək. Yəni bugün moda ilə bağlı paylaşım eləyir, sabah birisi gün yeməklə. Yəni insanlar məni nə kimi tanımalıdır? Birinci növbədə buna qərar vermək ki, edilən səhvlərdən biri budur. Bugün daha çox hansısa sahədə ekspert kimi olmaq daha çox belə desək satış gətirə bilər. Məsəl üçün bugün adi kombi ustası ola bilər, adi maşın ustası ola bilər. Mövzu genişdir. Mövzudan mövzuya keçmək Buyurun. həm istəyirəm, həm bilmirəm vaxtımız nədir, nə deyil. Əslində, yəni istənilən formada çox şaxəli həm söhbət olsa çox yaxşı olar. Okey. Onda sadəcə dağılır, sonra yığışdırmaq biraz çətin olur. Məsəl üçün deyək ki, yəni biz bütün maşın ustalarını tanımırıq, elektrikləri tanımırıq, kombi ustasını tanımırıq. Amma nə vaxt ki bizə lazım olur, biz axtarıb onları tapırıq. Yəni bayaqki populyarlaşma məsələsi ola bilər o tanınmış deyil, amma öz sahəsində, spesifik sahədə mütəxəssis olduğuna görə lazım olanda biz onu axtarıb tapırıq. Birinci səhv nə istədiyini, daha doğrusu hara getdiyini qərar verməmək. Yəni biz bugün məsəl üçün qərar veririk ki, İstanbula, Türkiyə məsəl üçün təyyarə ilə getməliyik, avtobusdan getməliyik. Mən təyyarəyə qərar verdimsə, yolda qərarımı dəyişib taksi və ya avtobus fikirləşməməliyəm. Bir yol seçmək. İkinci, hədəf auditoriyanı müəyyənləşdirmək. Mən kimlərə xitab edirəm? Bir gün bu təbəqə, bir gün bu təbəqə. Bu məsələ. Üçüncü məsələ, bugün kifayət qədər kontent var. Yəni biz pul xərcləməkdən biraz qaçırıq, qorxuruq. Yəni fikirləşirik ki, bu bizə xeyir gətirsin, biz daha sonra. Yəni investisiya deyə bilərik, bəzən çox böyük məbləğlər tələb olunur. Ona görə keyfiyyətli kontent yaratma. Yəni burada iş düşür videolara, burada iş düşür fotolara və bunu bugün bu iş çox asan gəlir. Yəni sosial media əl çatandır, hər kəsin telefonu, kamerası, amma bu iş belə deyil. Bu iş komanda işidir. Məzmun ayrıcadır, dizayn ayrıcadır, video kontent ayrıcadır. Yəni yaxşı olar ki, ən azından bir məsləhət ala bilərlər, konsultasiya ala bilərlər. Əgər söhbət ciddi işlərdən gedirsə, şəxsi brendi qurmaq istəyənlər varsa, belə elə mövzudur ki, yəni cəriməsi yoxdur. Yəni mühasib hər hansı bir səhv eləyər, vergi ilə bağlı səhv eləyər, sabah bir gün məcəllədə və yaxud hüquqşünas. Bu işin bir cəriməsi yoxdur. Cəriməsini ancaq insan ödəyir. Siz bir məqama toxundunuz. Mən də istəyərdim ki, ümumiyyətlə biz belə adlandıra bilərik. Məsələn, bizim həmişə eşitdiyimiz nə var? Yəni pul xərcləməlisən ki, pul gəlsin. Bu doğrudanmı belədir? Məsələn, iş görürüksə, onun daha yaxşı keyfiyyətli formada təqdim etmək üçün biz ondan investisiya ayırmalıyıq-mı? Bəs biz buna nə qədər investisiya ayırmalıyıq ki, o biz istənilən formada iş bizə xeyir qazandırsın, belə deyək. Əslində burada doza məsələsi var və işi bilmək məsələsi var. Yəni biz bu gün deyirik ki, ət yeməkləri duzda olanda yaxşıdır. Amma siz o duzun dozasını çox eləyəndə artıq yeməli olmur. Sözsüz. Və onu bişirən şef deyək, aşpaz deyək, onu hardan bilir? Ya onu hiss eləyir, nə qədər vurmaq lazımdır, ya da təcrübələrindən. Daha əvvəl çox olub, daha əvvəl az olub və miqdarını. Buna görə işi bilən adam düzgün investisiya eləyə bilir. Bura xərcləmək lazımdır. Nəticədə hardasa buna proqnoz deyə bilərik də, yəni forecast və yaxud proqnoz. Əvvəlcədən proqnozlaşdıra bilir ki, bunları xərcləsək bu gələ bilər, gözlənilir. Amma bu sahə elə bir sahədir ki, xüsusən də marketinq, hamı elə bilir ki, elə pul xərcləyirsən, belə desək də, saçıb savurursan və nəticə olmayanda artıq günahkar axtarırlar, o da ki, təbii ki, ortada olmur. Yəni onda əsas işi bilməkdir biz bunu. Bəli. Analiz eləmək lazımdır. İşi bilmək və dozasında. Rəşad bəy, hazırda rəqəmsallaşma dövründə yaşayırıq. Yəni, artıq bütün sahələrdə bu istənilən formada transformasiya gedir. Yəqin ki, bu ötən dövrlərlə müqayisədə bu rəqəmsallıq xüsusilə brend və markanı yaratmaq istiqamətində insanlara kömək olur. Bəs mənfiləri nədir? Əslində bugün elə brendlər var ki, biz onu brend sahiblərinin özlərindən qoruyuruq. Yəni, çünki ən xırda bir addım, yəni biz bugün şəxsi brendliklə daha çox həkimlərdən və müəllimlərdən danışdıq. Deyək ki, məsəl üçün qadın bir həkimdir, çox gözəldir. Yəni o işi və ya gözəlliyi hansı ön planda olmalıdır? Yenə qayıdacağım doza məsələsinə, itirə bilər və yaxud geyimi ilə özünü gözdən sala bilər. Kriteriyalar çoxdur. Ona görə hər bir addım düşünülmüş olmalıdır ki,
sonda da nəticəyə gələ bilək belə. Təbii ki, daha Xeyrinəcə. effektiv nəticə ala bilmək üçün. Əslində siz də qeyd elədiniz, bizim mövzumuz çox şaxəli mövzudur. Amma təəssüf ki, bizim verilişimizin xronometrajı o qədər uzun deyil ki, biz ətraflı şəkildə bunu müzakirə eləyək. Çox sağ olun gəldiyiniz üçün. Siz də Düşünürəm sağ ki, olun. bəzi xüsusi məqamlara, dostlarımız üçün faydalı ola biləcək əsas məqamlara toxunduq. Qarşıda müxtəlif mövzularda yenə Maqın studiyasında bu istiqamətdə həmsöhbət olmaq istəyirik sizlə. Bir daha uğurlar arzu edirik sizə işlərinizdə və daha böyük nailiyyətlər əldə etmək. Çox sağ olun, minnətdaram. Mən də Maqa təşəkkür edirəm. Eyni zamanda uğurlar arzulayıram. Çox sağ olun. Bir Sağ daha. olun. Quando sei marea dolore, quando sei chiama d'amore, quando sei marea sudera, quando sei marea dottore, quando sei marea dolore, quando sei chiama d'amore, quando sei marea sudera, quando sei marea dottore. Baila, 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 baila me, esta rumba da guitarra, que yo sempre cantare, pero no sempre cantare, pero no sempre cantare, esta rumba da guitarra, que yo sempre cantare. Quando sei marea dolore, quando sei chiama d'amore, quando sei marea supera, quando sei marea dottore, quando sei marea dolore, quando sei chiama d'amore, quando sei marea supera, quando sei marea dottore. Baila, 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 baila me, esta rumba la guitarra, que yo sempre cantare, pero no sempre cantare, pero no sempre cantare. Esta rumba da guitarra que yo sempre cantaré. Que solo vivo a enamorar, que solo vivo a enamorarte. Me enamoré de esta gitana, que se ponga ya bailando. Baila, 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 baila me, esta rumba da guitarra, que yo sempre cantare, pero no sempre cantare, pero no sempre cantare. Esta rumba da guitarra, que yo sempre cantare, pero no sempre cantare, pero no sempre cantare. Esta rumba da guitarra, que yo sempre cantare, pero no sempre cantare, pero no sempre cantare. Esta rumba da guitarra, que yo sempre cantare. Dostlar, verilişimizin bugünkü qonağı istedadlı ifaçı Talih Qəhrəmanov. Talih, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür Amma edirəm. verilişimizin necə deyirlər, mövzusuna uyğun olaraq Talo kimi təqdim edirsiniz. Çünki əslində bu da bir ləqəb yaratmaq, bir ad formalaşdırmaqda obraz və mən deyərdim ki, brend yaratmağa bənzəyir. Və siz necə düşünürsünüz? Ümumiyyətlə ifaçılar şəxsi brendin formalaşması istiqamətində nə etməlidirlər? Bəli, təbii ki, hər bir musiqiçinin, hər bir incəsənətlə məşğul olan hər bir insanın məncə sənət təxəllüsü olmalıdır. Yəni bir növ siz dediyiniz kimi brend özünü brendləşdirməkdir. Yəni məndə olduğu kimi mən də Talo ləqəbini seçmişəm. Əslində bura mən deyərdim ki, ifa tərzi də, ümumiyyətlə janr seçimi də, özünün bir yaratdığı obraz da daxil olur. Əlbəttə biraz əslində çətindir. Aha. Mən düşünürəm ki, brendləşdirmə, özünə təxəllüs yaratmaq, ləqəb yaratmaq biraz çətindir. Çünki hər şeyi nəzərə almalısan. O gülməli də səslənə bilər. Əsas birinci özünü sevməyidir insanın, o təxəllüsü, o ləqəbi. Onda mən sizə veriliş müddətinə Talo deyə səslənəcəm ki, tam da uyğun olsun bizim Okeydir. efir mövzusu. Talo, xüsusilə maraqlı bir ifa tərziniz var. Meksikan sayağı bir ifadə əslində. Bəli, İspan.
İspan sayağı daha doğrusu. Bəli. İstənilən formada insana o enerjini verə bilir. Bəs bu sahədə xüsusilə belə bir janrı seçməyə sizə necə deyirlər, ilham olub? Kimdən ilhamlanmısınız? Musiqi ilə 2006-cı ildən məşğulam. Amma mən uşaq vaxtından hər dəfə atam, mən televizor, həmişə musiqili verilişlərə baxardım uşaq vaxtı. Həmişə Gypsy Kings qrupu var, məşhur. Aha. Yəni az öncə ifa elədiyim mahnı da Gypsy Kings qrupuna aid bir mahnıdır. Onların repertuarındandır. Mən həmişə sevirdim, baxırdım o qrupa və bu mahnılar mənə çox isti gəlirdi, doğma gəldi. Bəlkə də bilmirəm indi onlar da latinlərdir. Mən bizim Azərbaycan millətinə oxşadıram onu, Türk millətinə bənzədirəm onların xarakteristikalarını, yaşayış tərzlərini, istiliklərini, istiqanlıqlarını bənzədirəm. Bəlkə də ona görə bu musiqi bizə yad deyil, xoş gəlir. Bəs belə bir sual verim. Talo bu gün əgər formatını dəyişsə, hansı janrda daha çox mahnılar ifa eləmək istəyər? Rock və country janrında. Bu üç janrı mən çox sevirəm. Rock, country, zaten rock və country janrı eyni janrlardır. Çünki rock janrı yaxın keçmişdə əmələ gələn janrdır. Ondan əvvəl isə ən qədimlərindən biri də country janrıdır, Amerika janrı olaraq. Bu iki janr və İspan janrı təbii ki, bu Latin Amerika musiqilərini bəyənirəm. Olmasaydı təbii ki, rock və country. Əslində rock məsələsi Azərbaycanda hətta uzun illər bundan öncə də olubdu. Məsələn, biz baxsaq, yuxu qrupu olub. Hər bir millətin musiqi tarixçəsində rock öz yerini almalıdır. Necə ki, hal-hazırda bizdə də artıq formalaşır və mən buna həqiqətən çox sevinirəm. Yəni o hiss edirsiniz də insanlarda o geri dönüşləri. Təbii ki, o son 3 il ərzində daha çox hiss olunmağa başlayır. Hətta ona görə də şadam ki, bu janrı yüksəldən mən yaxın dostlarımdır hamısı. Talo, hamının müəyyən bir hədəfi olur. Bizə maraqlıdır ki, sizdə varmı elə bir hədəf ki, bu yerə çatmaq istəyirəm və yaxud bu yerə çatanda artıq mənim üçün ümumiyyətlə bütün bu hər şey bitəcək? Bitəcək deyə bir hədəfim yoxdur, amma yüksəklərə qalxmaq təbii ki, yəni bu şan-şöhrət həvəskarlığı deyil. Sadəcə olaraq istəyərdim ki, mənim də öz bəstələrim var, öz yazdığım musiqilər var və onları nəinki Azərbaycan, bütün dünyaya çatdıra bilim. Yəni hədəf budur. Tanınmaq və tanınmağın da arxasında xoş bir şey dayanır ki, yəni şöhrətpərəstlik deyil. Sadəcə olaraq mən də nəsə elədim. Onda Talo keyfiyyətə yoxsa kəmiyyətə mi önəm verir? Yəqin ki, bu sözləri deyirəmsə keyfiyyətə önəm verirəm. Amma təbii ki, keyfiyyətli dinləyicinin də, musiqinin də keyfiyyətli dinləyici olur istənilən formada. Dinləyici az olur, amma yəqin ki, çoxalacaq. Ümid edirik. Bəli, bəli, çoxalacaq. Uğurlar arzu edirik sizə. Təşəkkür edirəm. Gəldiyiniz üçün. Çox sağ olun. Çox rəngli və maraqlı, tam mövzumuza uyğun bir fərqli ifadə bizim üçün ifa elədiniz. İşlərinizdə uğurlar arzu edirik. Təşəkkür edirəm. O hədəfləriniz, necə ki, sizin üçün o zirvələrdən o hədəflərə tez bir zamanda çatmanızı diləyirik. Deyirəm, çox sağ olun. Minnətdarım. Bəli dostlar, beləcə bir buraxılışın da sonuna gəldik. Markda başqa hansı mövzuların müzakirə olmağını istəyirsinizsə, bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın.